Hər vaxtınız xeyir, xoş gördük sizi. Bugün sizi qarşıdan gələn 8 Mart bayramı münasibətilə mən və nəvəm Cəmilə təbrik eləyir. Bu əl işidir və indi isə anası üçün şirniyyatlar hazırlayacaq süfrəyə qoymağa. Biz əlbəttə bunu anadan gizlin eləyirik. Mən ona köməklik edirəm. Yəni hər şeyi o eləyir, amma mən isə deyirəm nəyi, hara, necə qoymaq lazımdır. Gəlin, indi yavaş-yavaş baxaq. Так, Cəmiləcikə. Хочешь, можешь озвучить сама, что здесь есть мука. Тогда тоже не скажу. Нет, вот не скажи. Ну, это не все. хотите, не надо. Да. Все ушло. Что у тебя есть мука, Не хочу, яйца, не хочу. сахар. Не хочешь ничего? Озвучивай. Озвучивать не хочешь? Озвучивать. Озвучивай, пожалуйста. Озвучивать не хочу. Да, ну хорошо. Тогда ты будешь готовить, а я потом буду озвучивать. Хорошо? Нет, а что мне делать-то? Я же не знаю, как А готовить. что тебе делать? Тебе надо сделать тесто. Насыпать еще и перемешать. Для того, чтобы сделать тесто, у тебя есть мука 3 стакана, одно яйцо, Нет. 150 грамм чего? А мешать с чем Масла, руками будешь мешать. Прям с Есть. яйцем? Da, все будешь. Her şeyi elinden karıştıracaksan, kaşık da vereceğim sana, bıçağı da vereceğim sana, ama yavaş yavaş, ehtiyatla. Oldu, danışdıq. Mənim nəvəm rus dilində danışır. Azərbaycan dilində çox gözəl başa düşür, elə Azərbaycanca da danışır. Amma ki, utanır. Çox utancaqdır balam. Baxın, indi yavaş-yavaş başlayır iş görməyə. Cəmilə ehtiyatla qabı kəsmə, səliqə ilə. Amma əgər hədiyyə edirsənsə, onun mətbəx əşyalarını xarab eləmək lazım deyil. Gəl, mən sənə başqa qaşıq verim. Al, bax, bundan ehtiyatla sən bu xəmiri hazırlaya bilərsən. Ay, sağ ol, bax, belə basa-basa onu qıraqlardan götür, üstünə əlavə elə və əzişdir. Görək, indi biz neçə saata bunun hamısını hazırlayacağıq. Yaman çox planları var. Mən isə ancaq köməkçiyim. Yəni, həm gözüm üstündə olacaq, həm də uşağımın ürəyi açılacaq. Axı, anasına hədiyyə hazırlayır. Так, теперь возьми яйцо, положи туда. Разрыхлитель возьми. Это раз. Да. Ложечкой, пол-ложечки возьми, потом насыпь сюда. Нет, засунь ложку туда вовнутрь. Угу, положи. На муку рассыпь. Еще чуть-чуть. Ой, это много, половиночку. Соль. Высыпь на муку. Высыпала. Высыпай. И ванильный сахар? Нет, ваниль мы будем только это. Теперь чуть-чуть размешать. А чего, что прилипает к ложке? Самочка, мешай, пожалуйста. Ничего.
Иди сюда. Давай. И что дальше? Ждать? Ну, так, конечно. А второй сюда. Сверху положи. Вот так. Все. А зачем? Он должен отдохнуть в А холодильнике. нельзя один так, один все положить? Они привыкнут друг к другу. А то Это один пакет, а другой пакет. Зачем пачку два пакета? Все. Теперь это отнеси, положи в морозилку. Я открою, а ты положишь. Она внизу. Ну просто она у нас сверху. Положи. А то, что у тебя, и как? Что? Вот, ну ты принесла. А то совсем другое. Так, теперь надо нам убрать здесь. Мука, масло и сахар. Так, берешь масло. И кладешь Посуду, ага. İndi kətəmizin içliyini hazırlayırıq. Cəmilə bugün kətə hazırlayır. Və gördüyünüz kimi bu balaca şirin uşaq əlləri yavaş-yavaş özü demək olar ki, bir dəfə indi mənlə hazırlasa, sonra özü də bunu hazırlaya biləcək. Çünki çox gözəl zehni var. Все слать. Высыпаешь все. Все. Теперь берешь ложку. И начинаешь мешать. Все вместе. Biraz ürəyinə, tez-tez, əlləri içinə soxmaq lazımdır. Ay, sağ ol, bax belə, yavaş-yavaş. Onun üstündən səpdin, indi əzişdir. Ay, sağ ol. Biraz tez ol da, işin çoxdur axı. Uşaqların indi dərsdən başqa bir iş görməyə vaxtı olmur. Hətta əvvəl bizim vaxtımızda çıxıb həyətdə oynayardılar, harası gedərlər. İndi yox, analar, ataları maşına qoyur, aparır, bir saat gəzdirir, gətirir, dərs verir. Cəmilə yaxşı-yaxşı olmuşdur. Elə bil ki, qamda, bağda qumu necə əlindən əzişdirirdi bu cürə. Молодец, растирай, растирай. Он должен быть как песочек на даче. Как был песочек? Не тесто, а Ay, sağ ol bana. Bax belə, bax belə. Buna umac deyirlər. Gülmə, umacdır bunun adı. Umac kimi ovacaqsan onu. Çox gözəl alınacaq. Tez ol, hələ sabaçkalar da eləyəcəksən.
Kətəmizi doğradıq, qoyduq. Hamısını özü bükdü, üstündən bastı, kəsdi. Biri əyri, biri düz, fərq etməz. Ən ləzzətlisi, ən gözəli olacaq. Bu isə hazırladığı sabaçka peçenyalardır. Onlardan da xoşu gəlmişdi mən hazırlayanda. Dediyinə mən də istəyirəm. Əlbəttə sobada bişirməyə mən kömək elədim. Əlini yandıra bilərdi, o hələ balacadır. Və qəşəngcə düzdü qabın içinə. Bir dənə də şokoladlı peçenya hazırlamışıq. Düzdür, o biraz alınmadı. Amma ki, uşağın təsiri yoxdur. Reseptdə təsiri var, ona görə bu cürə alındı. Sözün düzü, amma çox ləzzətlidir. Qeyri-adi görünüşü var. Tamı isə heç nə ilə müqayisə eləmək olmaz. Elə bir ki, şokolad yeyirsiniz. Və salam, gördüyünüz kimi bu qədər bir neçə saat uşaq əziyyət çəkdi, amma öz əlinin zəhməti ilə anası üçün gözəl bir hədiyyə hazırladı. Gördüyünüz kimi gözəl-gözəl də qaba düzüb hazırlayıb. Artıq sabah xalası, bacısı, anası masanın arxasında oturub şirin-şirin söhbət eləyə-eləyə balama çox sağ ol deyəcək. Hələlik isə sizlə xudahafizləşirik. Yenə də qarşıdan gələn sizin bayramınızda təbrik edirik. Sağ olun, sağlıqla qalın. Siz də uşaqlarınız da bir yerdə mətbəxə girin. Qoyun onların da zəhni açılsın, əlləri bir işə öyrəşsin. Xudahafiz.